Bərəkət sözünü çox eşitmişsiniz, bərəkət. Deyirik, Allah mübarək eləsin. O, bərəkətli eləsin, yəni mübarək, yəni bərəkətli eləsin. Bərəkət təkcə toyda deməzdi Allah mübarək. Bəzən də şəhidliyin mübarək olsun. Bəzən məhərrəmdə də qara köynəyimiz mübarək olsun. Mübarək, bərəkətli deməkdir. Bəzi adamın malı bərəkətlidir, bəzisinin malı bərəkətsiz. Bəzi adamın elmi bərəkətlidir, bəzi adamın elmi bərəkətsiz. Bərəkət nədir? Bərəkət çox olan şey demirlər. Bərəkətli, faydalı olan şeydir. Adam var elmi çoxdur, heç kəsin faydalanmır onun elmindən. Adam var elmi həm çoxdur, həm bərəkətlidir. Adam var elmi azdır, bərəkətlidir. Adam var malı azdır, bərəkətlidir. Bərəkət malı artırır, elmi artırır, hər neyməti artırır. Yəni, hər bir şey ki sahibinə çox fayda verir, ona deyirlər o bərəkətli şeydir. Bərəkətsiz şeylər azalır, axırda aradan gedir. Çox da olsa, bərəkətsiz olsa aradan gedir. İbadətlər və yaxşı əməllər də bərəkətli və yaxud da bərəkətsiz ola bilir. Bəzi adamın namazı bərəkətlidir. Bəzi adamın Quran oxumağı bərəkətlidir. Bəzi adamın orucu bərəkətlidir. Az zəhmətlə çox yerə gedib çatır bəzi adam. Bərəkət bucağından şadlıq mövzusuna daxil olmaq istəsək, mən bir söz deyim sizə. İstəyiriksə ki, ibadətlərimizdən çox fayda əldə eləyək, istəyiriksə ibadətlərimiz və yaxşı əməllərimiz bərəkətli olsun, bizə çox xeyir gətirsin, onun yeganə yolu budur ki, biz şadlıqla, sevinclə o əməlləri eləyək. Sevinç, əməldə sevinç, şadlıq, enerji, əməlin faydasını qat-qat artırır, keyfiyyətini qat-qat artırır. İbadəti sevinclə eləsən, İbadətin faydası birə 100 artmağa başlayır, şadlıqla eləsin. Nəyisə yerinə yetirməkdən mühüm, bu da bir qaydadır. Nəyisə yerinə yetirməkdən mühüm, onu necə yerinə yetirməkdir? Hansı halla yerinə yetirməkdir? Bu daha vacibdir. Misal deyirəm, siz birinə şəriksiniz, yaxud da sizin işçinizdir, yaxud siz onun işçisisiniz, fərq eləmir. İş tapşırırsan görür, amma bilirsiniz necə, görməsə ondan yaxşı. Gözünü belə eləyir məsələn, qaşını düyünləyir. Eləyir bu işi, amma belə eləyir. İş tapşırmaq istəyirsən üzünü turşudur. Halsız, yaxşı da, gedim də, eləyim də. Gələn dəfə siz bu adamla işləməyəcəksiniz. Düz işi görür, amma mən burnumdan gətirir. Ya yaxud da bir yerdə iş görürük, şərikdir. Bəzi adamlar otursan halsız simadadır. Halsız. Halsızdır, adamın da qanı qaralır. Adam istəmir ki, dostu, tanışı, yanında oturan insan halsız olsun. Üzündə belə halsızlıq ifadəsi olsun. Qaşqabaqlı, həvəssiz olsun. Biri ilə işləyirsən, səni görəndə şad olmursa, onunla işləmək istəmirsən. Ondan xoş deyil işləmək. Mütləq pozarsan o işi. Allah da belədir, bax. Allahın bizlə davranışı belədir. Allah bizim işimizdən çox işi görərkən halımıza baxır. Hansı halla o işi görürük? İnanın o qədər mühüm mövzudur bu. İnanın o qədər vacib mövzudur bu. Baxır görürsən, sevinclə bu işi görürsən, könül xoşluğu ilə, şadlıq içindəsən, keyf içindəsən, ləzzətlə, ürəyin sevinə-sevinə bu işi görürsən, Allah qəbul eləyir, deyir bərəkallah, əla və artırır. Deyir, bu bəndənin işindən xoşum gəlir, buna təzə iş qismət eləyəcəm. Xeyr işlərin, tofiqatın, müvəffəqiyyətin əta eləyir insana. İnsanı xeyr işlərə müvəffəq eləyir, nail olur insan. Çünki xoşu gəlir, keyfiyyətlə işi görür, sevinclə görür, bu bəhbəhlə iş görür. Deyir, onda bunu da elə, bunu da elə. Nəsib eləyir xeyr işləri. Xeyr iş dalıca çıxır qabağına. Ki, daha çox xeyr iş görsün. Sizdən xahiş edirəm, evdə Quran oxuyanda, bax bunu təcrübə edin. Deyin, bəh, Allahın kitabı, özünüzdə sevinc yaradın. Görün nə qədər ləzzət edir. Allahın kitabıdır, nə gözəl ayələrdir. Oxuyun diqqətlə, ləzzətlə. O şadlıq hissi ilə Quran oxumağa başlayın. Bəhbəhlə. Bir də var ki, oxuyum da bir surə. Daha neyiniyim deyiblər, oxuyun. Oxuduqca baxır, görsün nə qədər qaldı məsələn.
səhifə qurtarmağa. Bu ilə bunun əməlinin fərqi var, böyük fərqi var. Böyük fərqi var. Böyük fərqi var. Allaha xoş gedən budur. Allahın diqqəti bundadır. O Quran oxumaqdan çox o keyfə baxır, şadlığa baxır. Sən sevinclə işi görürsən ya yox. Allah azanla iqaməni namazdan əvvəl bilirsiniz niyə qərar verib? Sevinc halımızı yoxlasın. Görək sevinclə eləyirik ya yox. Adam dayanır, əvvəl azanı deyir, sonra iqaməni deyir, şaddır könlü. Bir də var gəlir Allahu Əkbər birdən. Bu göstərir ki, bu şadlıqla əməl eləmir. Çox adam var azan iqamə demir. Tək də namaz qılanda demir. Amma o şadlığın əlamətidir. Namazdan sonra təqibatlar var, dualar var, xanım Zəhranın zikri var. Yoxlamaq istəyir ki, sevinclə elədin, yoxsa tez Əssalamu aleykum və rəhmətullah, çıxdın getdin, canım qurtardı. Belə elədin, yoxsa belə. Bir də var ki, sevinclə təsbihi əlvə götürəsən, o zikirləri deyəsən, Allahı yad eləyəsən. Hədisdə var ki, kim namazı qılıb durur gedir, Allah deyir, qəbul eləmirəm, mələklərə deyir, qaytarın özünə. Çünki bu sevinclə eləmədi bu əməli, şadlıqla eləmədi bu əməli. Allah bizdən bilirsiniz nə istəyir? Sevinclə yaşayaq, sevinclə ibadət eləyək. Sevinç halında olaq. Allah belə istəyir. Allah belə xoşlayır. Evə gedirsən, ana yemək qoyur qarşıva. Yaxud da həyat yoldaş. Deyəsən, bəh, əllərvə qurban olum, anava deyəsən. O birinə hələ deməyəsən. Tezdir onu demək. Həyat yoldaşı deyəsən, anava deyəsən ki, nə ləziz yeməkdir, nə dadlı yeməkdir, ondan zövq alacaq. Onun pişirdiyini ləzzətlə yeyəndə, sən ləzzət alanda, sevinclə yeyəndə, ona da xoş gedir. Allahın da bizlə davranışı belədir. Allahın bizlə ünsiyyəti belədir. Allah bunun intizarındadır. Bu bəhbəhlərin intizarındadır. Şadlığın intizarındadır. Allah özü fəqirlərə pul verə bilmir. Sizcə Allah nəvzubillah acizdir. Önəmli olan sənin fəqirə nəsə verməyin deyil. Və yaxud da cənnəti düzəltmək Allah üçün çətin idi ki, sənin namazlarınla düzəltsin. Yox, Allah istəyir sən sədəqə vasitəsilə, namaz vasitəsilə onunla əlaqə yaradasan. Allaha önəmli olan sənin onunla əlaqəndir. Əlaqənin keyfiyyətidir. Allah niyə bu qədər şeyi bizə əmr eləyir? Niyə bu qədər şeydən bizi çəkindirir? Əlaqə yaransın ondan. Bütün bu əməllər sənin ondan əlaqənin yaranmasına xidmət eləyir. Allaha sənin namazın yox, sən özün lazımsan. Allaha sənin sədəqən yox, sən özün lazımsan. Bu sözdən bəziləri belə nəticə çıxartmasın ki, onda namaz qılmıram, mən özüm lazımam, mən başqa yolunu. Yox, bu əməllər ona görə vacibdir ki, əlaqən yaransın Allahla, ünsiyyətin yaransın. Allah bizi istəyir, bizi çox istəyir. Bizim sevincimizi istəyir. Allah üçün mühüm olan bizim şad olmağımızdır. Onun əmrlərini şadlıqla icra eləməyimizdir, sevinclə icra eləməyimizdir. Ona görə dedik, ruhun müayinəsi sevincdir. Necə nəbzi tutub bədənin sağlıq durumundan məlumat əldə edirlər, ruhun da müayinəsi sevincdir. Nəyə diqqət eləyək? Bax, cümə namazıdır gəlmişik. Kim sevinclə gəlib, o çox qazanıb. Səhər deyir, dur cümə günü, qüsul al. Nəyin əlamətidir? İnsan nəyə hazır? Şadı bir şeydir. Qüsul al, qəşəng təmiz paltarlar giyin, əvvəldən. Yaxşı ətirrən, ətir vur, çıx evdən şadlıqla, elə bir toya bayrama gedirsən. Ondan o birisinin çox fərqi var. Bizim dostların içində belə insanlar var, mən çox xoşlayıram onların bu əməlini ki, işlərini cümə günü ilə tənzimləyirlər. Deyirlər, məsələn, səfərə gedəcəmsə şənbə günü çıxım, cümə günü gün ortadan sonra çıxım. Səfərim olsa gedəcəm, belə salır. Çatanda növbəti dəfə cüməyə çatdım. Yaxud da bir yerdədir, səfərdə. Özünə əziyyət verir, deyir, gedim, qayıdım, cümə namazında iştirak edim, təzdən gedim, əylənim, dincəlim. Qərq olmayıb bu əyləncənin içində. Bu gözəllikdir. Allah xoşlayır ki, insan sevinclə evindən çıxsın, gəlsin cümə namazında iştirak eləsin. Kimin sevinci çoxdur burada? Sevinclə gəlib, o qədər də qazancı da o birisindən çox olacaq. Bərəkətli olacaq onun cümə namazı. Hər bir şeydə sevinc meyardır. İbadətlərə sevinclə, şadlıqla yanaş ki, qazanasan. İbadəti sevinclə elə, ibadətdən sevinc qazan, əldə elə. Enerji versin, sevinclə də yaşa, şadlıqla da yaşa. Yaxşı olar ki, dindarı belə tanısın hamısı. Deyəsən necə adamdır? Birinci söz olsun, vallahi çox şad adamdır.
şadlıq var, şənlik var. O belə tərif eləsinlər. Deməsinlər qaşqabaqlı adamdır, qorxulu adamdır. Dindar bir yerdə oturanda, avtobusa minəndə desin, o yanda oturum, birdən nəsə eləyər mənə. Gəl bir lənət oxuyar, ya bir, ən azından bir lənətdən birini yağdırar. Belə yanaşmasınlar. Birinci əlaməti budur ki, dindar yəni şad adamdır, sevincli adamdır, şadlıq var. Yoxsa deyirsən, məsələn, necə adamdır filan mömin, yaxşı halını, pisini dedi, yaxşısını dedi. Deyir, valla, yaxşı adamdır, heç kəsə ziyan dəyməz ondan. Yaxşı. Yaxşı, sonra necə adamdır? Valla, yaxşı adamdır, heç kəsə ziyan dəyməz. Quzular otlayır, onlardan da heç kəsə ziyan dəymir. Başını aşağı salıb otlayır. Hədisdə də var, mömindən ziyan dəyməz. Amma bu minimumdur. Mömin o kəsdir ki, malından, dilindən, əlindən heç kəsə ziyan dəyməz. Bu minimum həddir. Ziyan dəyməzdən başqa bir şey yoxdur bu mömini tərif eləmək üçün. Gərək birinci cəmaat desin ki, qəribə bir şadlığı var bunun. Ürəyi şadlıq içindədir, sevinç, enerjili adamdır. Xoşluq bəxş edir insanlara. Sevinç bəxş edir insanlara. Bax, ibadətlər bu sevinci bizə bəxş eləməlidir. Namazdan mühüm namazı necə qılmaqdır? Quranda hansı namazlar tənqid olunub bilirsiniz? Allah bəzi adamların deyir, vaylun lil musallin. Namazı ancaq tərifləmir. Bəzi deyir, vay olsun namaz qılanların halına, hansı namaz qılanların sonra deyir. Tənqid olunan namazlardan biri hansıdır ki, Quran onu şiddətlə tənqid edib, buyurur ki, və izə qamu iləs-səlah, qamu kusala. Buyurur ki, namaza yaxınlaşırlar kəsalət hal, yəni halsız. Bu namaz deyil. Görürsən, hal mühümdir, namazdan vacib. Namaz mühüm olsaydı, deyir, namazda qılıb, nə fərqi var, nə halından qılıb. Əsas namaz olsaydı, deyir, yox, namaza yaxınlaşırlar, onları pis deyir, Quranda tənqid edir. Deyir, namaza halsız, sevinçsiz, şad, yox, belə qəmli halda, pis halda yaxınlaşarlar. İbadət elə ibadət ruhuva sevinç bəxş eləsin. Sevinç Allahla əlaqənin növünü müəyyən eləyir. Əməl artır. Allah hey qismət eləyir belə adamlara. Deyir, elə xoşum gəlir bundan, bu bəhbəhlə əməl eləyir. Qoy bir dənə də xeyir iş qismət eləyim. Qoy, olur bərəkətli, ömür bərəkətli olur, ibadət bərəkətli olur. Mömin budur ki, ham ondan enerji əldə eləsin. Cəmaat namazına niyə gəlirik? Vərkəu mə'ər-rakiin, Quran deyir. Rüki edənlərlə birgə rüki edin. Bilirsiniz niyə? Gedin onlardan enerji alın, sevinç versin. O meçiddə getsiniz, görsünüz ki, sırada dayanmışsınız, sizə sevinç vermir bu, o meçiddə getməyin. Və mən sizə tövsiyə edirəm. Meçidinizi dəyişin. O vaiz ki, danışır minbərdən, danışdığı sizə enerji vermir, o vaizə qulaq asmayın. Mənəmsə də qulaq asmayın. Sabahdan gəlməyin. Ola bilər, qəmli söz danışsın. Ola bilər, müsibət zikr eləsin. Ola bilər, amma o qəmli sözün içində də ruha bir şadlıq versin. Söhbət ondan gedir. O dostlar ki, sizə sevinç bəxş eləmir, o yaxşı dost seçməmişsiniz. O dostlar ki, onlarla oturursunuz, ancaq qəm hədiyyə edirlərsə, onlarla qəm, o yəni acı qəmdən söhbət gedir, onlarla dostluq eləməyin. Mömin belə olsun gərək ki, məhəllədə desinlər, bir xristiyan qonşu da xəstələndə desin ki, gəlsəydi, görüb onu sevinərdi. Hanı belə mömin? Xristiyan dinində olan qonşusu desin ki, kaş bu gələrdi, dərdim biraz yadından çıxardı. O da gələrdi enerji ilə, sevinclə, təbəssümlə, deyərdi, necəsən, halın necədir, bir iki dənə zarafat eləyərdi. Dildə zarafatdan söhbət getmir, bax bu halı ona ötürərdi, sevinci ona bəxş eləyərdi. Əla bi zikrillah tətməinnül qulub bu deməkdir. Əla bi zikrillah tətməinnül qulub, qəlb Allahın zikri ilə aram olur. Hansı aramlıqdan söhbət gedir? Yenə də o möhtərəm heyvanlardan misal çəkim, quzunun aramlığı yox. Başını aşağı salıb otlayır, aramdır, amma üzündə gülüş yoxdur. Qoyunu gülən görmürsünüz, gülmür. Üzündə təbəssüm yoxdur, gülmür. Sevinç yoxdur, aramdır. O aramlıqdan söhbət gedir ki, insana sevinç bəxş eləyir, şadlıq bəxş eləyir. O aramlığı, o sevinci tapın, qoruyun, artırın. Bax, bunu din bizə deyir. Onda siz günaha tərəf getməyəcəksiniz. Günaha tərəf getməyəcəksiniz.
Günah sənə tərəf gələndə onun üzünə güləcəksən, gəlmirsən məni sevinclə aldadasan, sağlığa mən şadam. Sən ged öz işinlə məşğul ol. Sənin zahirin şaddır, sən gəlmirsən şadlığımı uğrayasan, sənlə mənimki tutmaz. Ancaq qəlbi şad olan adam, bax bir dənə söz deyib sözümü bitirim. Bax hamı deyir, necə eləyim günah eləməyim? Necə eləyim günah eləməyim? Vallah bir dənə yoldan başqa yol tanımıram. Moizə ilə düzəlməz, cəhənnəmlə düzəlməz, cənnət bir sözlə ilə düzələr. Şad insan, şad. O qədər şaddır ki, görür günah bu şadlığı bundan alacaq, günah eləmir. Bundan başqa yol tanımıram. Bundan başqa yol tanımıram. Şaddır, görür ki, günah bunun şadlığının düşmənidir, ondan imtina eləyir. Yoxsa saatla danış, xeyri yoxdur.